أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وسيق الذين اتقوا ربهم إلى الجنة زمرا حتى إذا جاءوها وفتحت أبوابها وقال لهم خزنتها سلام عليكم طبتم فادخلوها خالدين. وقالوا الحمد لله الذي صدقنا وعده وقالوا الحمد لله الذي صدقنا وعده وأورثنا الأرض نتبوأ من الجنة حيث نشاء فنعم أجر العاملين. وترى الملائكة حافين من حول العرش يسبحون بحمد ربهم وقضي بينهم بالحق. وترى الملائكة حافين من حول العرش يسبحون بحمد ربهم وقضي بينهم بالحق وقيل الحمد لله. وقيل الحمد لله رب العالمين. الله العلي العظيم.
Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Nehmeduhu ve neşkuruh, nestağfiruhu ve nestainuh. Netevekkelu aleyhi ve netevesselu ileyh. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve habibina ve tabibina ve şefi'ina ve mevlana Ebu'l Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Summa salatu ala itretil mukerremin. Ve siyyama bakiyetullah fil aradin. Ve lanud daim ala a'dahim ecmain minel ane ila qiyami yevmiddin. Euzubillahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Ya Allah, Allah bu cümə gününü bərəkətli qərar versin hamımıza. Cümə xutbəsi münacat haqqında idi. 8-ci cüməndir ki, münacatdan danışıram. Axşam da öz yerindədir çıxışımız. Allah nəsib eləsə, o da Əhl-i Beyt Qur'an-ı Kərimdə. Münacatla bağlı müxtəlif nəticələr almışıq. İnsan həyatında nə təsirləri var, nə izləri var. Münacat insana nələr bəxş edir? Bu gün də davam edirəm bu mövzunu. Münacatın xüsusiyyəti budur ki, insanı ilahi rəngə boyuyur. İnsandan Allah qoxusu gəlir, belə deyirlər alimlər. Münacat bu xüsusiyyətə malikdir. Allahla danışmaq, dərdləşmək. Quran buyurur, Sibqatallah və mən əhsanu minallahi sibqa. Allahın rəngi, nə gözəl rəngdir o rəng. Allahın rənginə boyanmayanda fani olub bitəcək, tarixdən silinəcək. İstəyirsən sən də əgər əbədiləşəsən, hədislərdə var, əl-uləma-u baqun, alimlər baqidirlər həmişə. Niyə baqi olurlar? Çünki Əhl-i Beyt kəlamı ilə, Peyğəmbərin sözü ilə tanış olurlar və o kəlamlarla yaşayırlar və o kəlamları təbliğ edirlər. Beləliklə ilahi rəngə boyanırlar və əbədiləşirlər. Və mə indəkum yənfəd və mə indəllahi baq. Kim özü ilə bağlı nəsə iş görsə, yalnız dünyası üçün çalışsa, o bitəcək, qutaracaq. Amma bu ayə deyir ki, Sibqatallah, Allah rəngi. Nə gözəl rəngdir bu rəng. Və nəhnu ləhu abidun. Sanki mesaj da verir ki, o ilahi rəngə boyanmaq istəsə yolu ibadətdən keçir. Münacat da o ibadətin zirvəsidir. Hədisdə var, namazın özü də bir münacatdır. Namazın özü də bir münacatdır. Allahla dərdilər eləməkdir. Elə ki, insan ilahi rəngə boyandı. İlahi rəngə boyanmaq, yəni Allaha yaxınlaşmaq. Elə ki, insan ruhən gedir, Allaha yaxınlaşır və münacat bunun üçün bir şərait yaradır. Nə baş verir? Allah buyurur, İnnəhu leyətəqarrab iləyyə bin nafilə. Bəşər mənə yaxınlaşır. Hətta uhibbuhu. Bir yerə yetişir ki, mən də o sevməyə başlayıram. Kuntu səm'ahu, kuntu bəsərəhu, kuntu lisanəhu. Daha onun eşidən qulağı özüməm. Görən gözüyəm. Mən onun görən gözüyəm. Görür başqalarının görmədiklərini. Başqalarının səthi baxıb keçdiyi mövzulardan nəsə görür, götürür, anlayır. Çünki Allah deyir, mən onun görən gözü oluram. Eşidən qulağı olaram deyir. Eşidər aləmin səsini, batininin səsini. Nələr səslər var bu aləmdə, o səslərin hamısını eşidər. Və onun danışan dili olaram. Yəni, nə mənada? Dilindən hikmət süzülər. Hikmət. Bəli, insan ki, Allaha get-gedə yaxınlaşır. Artıq Allah onun danışan dilidir və dilindən süzülən hikmətdir. Çünki ustadı Allahdır. Bir insan ki, ustadı Allahdır, sözü hikmətdir. Və Allahla bu hissəti qurmağın qapısı da açıqdır. Mən əmilə bimə ya'ləm, əlləməhullah ma ləm ya'ləm. Bildiyi və əməl elə Allah bilmədikləri sənə öyrətsin, özü ustadlıq eləsin sənə. Qapı açıqdır. Məsumlar bunun zirvəsindədirlər. Onlara deyirlər, elmi lədunnidir.
Yəni Allahdan alır. Zirvədədirlər. Deyir İmam Baqir dünyasını dəyişəndə Mənsur Dəvaniqi Abbasilərdən olan çox deyir, sevindi və şükür eləməyə başladı. Öz aləmində dedi, şükür, yaxşı qurtardıq, bu qalə Rəsulullah deyən öldü. Qalə Rəsulullah, axı İmam Baqir Peyğəmbəri görməyib də zahirən, düzdür. Əgər Peyğəmbəri görməmsinsə, gəlib bir ravilərlə gəlib çıxasan da Peyğəmbərə tutaq ki, mən filan kəsdən eşitdim, filan kəsdən eşitdim, filan kəs Peyğəmbərdən. İmam Baqir elə demirdi. Mən filan kəsdən eşitdim, filan kəs. İmam Baqir birbaşa dedi, qalə Rəsulullah, Peyğəmbər belə buyurub. Çünki Peyğəmbərlə ruhən yaxındır. Peyğəmbərin qəlbində olan məlumatlar ötürülüb imamlara. Elə birbaşa deyirdi ki, qalə Rasulullah, Mənsur Dəvaniqədə bunu səhv tuturdu ona ki, bu necə ola bilər, sən Peyğəmbəri görməmsən, birbaşa deyirsən, qalə Rasulullah, qalə Rasulullah. Axırda da dünyasını dəyişəndə imam dedi, şükür, əllərini qaldırdı, həmd elədi və biraz da məsxərə kimi qalə Rasulullah deyən öldü. Bu xəbər gəldi, İmam Sadiqə yetişdi. İmam Sadiqə yetişdi. İmama bunu deyəndə imam başqa cür danışmağa başladı. İmam Baqir dedi, qalə Rasulullah, imam buyurdu, qalə İsa ibn Məryəm. İsa belə dedi. Bunu ilə da kifayətlənmədi, qalə Musa. Musa belə dedi. Get-gedə qalxdı. Yəni, bu deyirdi ki, bu necə ola bilər, ravisiz Peyğəmbərdən nəql edir. İmam Sadiq dedi, lazım olsa İsa'dan nəql edir. Gör, nə qədər zaman fasiləsi var. Məgər o tərəfdə, o aləmdə zaman var. Bura düşəndədir də. Hətta bir pillə də getdi qabağa, dedi, qalə Allah. Allah belə buyurub. Allahdan alır, deyir. Vəhiy deyil o, söz vəhiydə deyil. Vəhiy yalnız Peyğəmbərlərə gələr. Amma ilham qapısı açıqdır, açıqdır. Allah bəşərlə danışa bilər, açıqdır, açıqdır. İmam da bunun zirvəsindədir. Və dilinin sözü artıq Allah kəlamıdır. İnsan öz tutumu qədəri bu yerlərə yetişə bilərmi öz tutumu qədəri? Öz tutumun qədəri yetişə bilərsən. Necə yetişərsən Allaha yaxınlaşsan. Allaha yaxınlaşsın, Allah sənin danışan dilin olar. Allaha yaxınlaşmağın yolu münacatdan keçir. Münacat nədir? Nəcva, pıçıldamaq. Pıçıldamaq üçün gəlir yaxınlaşasan. Münacat sənin ruhunu get-gedə ona yaxınlaşdırır. Get-gedə ona yaxınlaşdırır. Özün lazım deyil ki, sən imam olasan, Peyğəmbər olasan. Və ləqəd atəynə Loğmana əl-hikmə. Biz Loğmana hikmət verdik. Gördün? Loğman Peyğəmbər deyil ki, hikmət verdi Allah ona. Bunun bir mesajda, Loğman ol sənə də verim. Loğman, necə gəldin, çatdın bu məqama? Əzalarıma yiyə çıxdın. Əzalarıma yiyə çıxmışım. Gəldim belə. Münacatda bu xüsusiyyət var mənim əziz qardaşlarım, dəyərli bacılarım. Var bu xüsusiyyət. Ələl xüsusda Ramazan ayı. Ələl xüsusda Ramazan ayı. Biz nələr var bu ayda? Hədisdə var, əs-somu yurisul hikmə. Oruc insana hikmət verər. O bir yaxşı söhbətdir də. Hikmət yəni, daha sənin sözün Allah sözüdür. Hikmət yəni bu. Sözün Allah sözüdür. Kökü var. Allaha qayıdır. Amma necə çatarsan bu hikmətə? Peyğəmbər Allah Meyracda dedi, ya Əhməd, innəl əbdə izə əcəə bətnəh və həfizə lisanəh. Qadını acı saxlasa, amma bunu ilə kifayətlənməsin də, dilini də biraz yiyə çıxa bilsə, əlləmtul hikmə, ona hikmət verərəm. Yəni, orucda yalnız qarın yox, dilimizə biraz yiyə çıxa bilsək, vallah, bu ayda bu güc var, biləsiz. Allah bizi çox yüksəkliklər aparar, çox zirvələr aparar. Hikmət verər bizə, hikmətli insan olarıq. Allah sənə dilinlə danışmağa başlayar. Orucda Allah bunu qoyub. Ələ düşməyən günlərdir bu günlər. Ələ düşməyən günlərdir bu günlər. Məsumlar bu günlərin, Ramazan ayını tərif eləyəndə elə bir söz deyiblər ki, mən biləm, bu kifayətdir ki, sən Ramazan ayını anlayasın. Əgər Əhl-i Beytin kim olduğunu müəyyən qədər anlaya bilsən, bu ayında kim olduğunu anlayacaqsan. Hədis budur ki, məsum buyurur ki, bu Ramazan ayının digər 11 ay olan nisbətin deyimmi sizə? Nə qədər üstündür bu ay o bir aylardan deyimmi sizə? Bəli dilən. Dedi, kəfəzlinə alə sairin nas. Biz imamlar, adi insanlardan nə qədər üstünük? Ramazan ayı da o bir aylardan o qədər üstündür. Buradan çıxarış edin, götürün, gedin.
bu ay gəlib səni mənlə iynəsin, aparsın. Məni səni götürər, əlindən aparar. Bu ayda bu qədər güc var, qüdrət var. Bu ayda bir tərəfdən də maniyələr də azalıb, getmək də rahatlaşıb. Şeytan deyir, əli qolu zəncirlənib də. Şeytan da bir dənə məxluq deyir, məxluqlardır. Biləm, nə əziz oxudum keçən dəfə, çox maraqlı deyir, bir iman əhli də, belə möhkəm imanı olan insan dünyasını dəyişəndə, deyir, o dünyasını dəyişməyənə qədər o qədər o şər qüvvələrdən onu vəsvəsə eləyənlər olar ki, hətta belə deyir hədisdə, Ərəbistan yarımadasında 2 dənə qəbilə var idi, birinin adı, qəbilənin bir adı Muzər idi, birinin adı Rəbi idi. Yaxşı, Rəbiə və Muzər ən böyük qəbilələr idi, onun insanları o qəbilənin çox idi. Deyir, o qəbilələrin, o 2 qəbilənin sayı qədəri şər qüvvə həmən iman əhlinə hücum eləyər. Elə ki, o dünyasını dəyişdi, da onlar deyər ki, bundan missiyamız bitdi, bir şey də eləyəmədik. Həmən o 2 qəbilə qədəri olan şər qüvvə gücün səfərbər eləyər başqa iman əhlinə. Möminin həyatda olmasının faydalarından biri də budur, gizlin faydalarından biri budur ki, neynir? Səni başqa bəlalardan da amanda saxlayır, hələ sənin özünün xəbəri yoxdur. Onlar gücünü ora səfərbər eləmişdi. İndi o dünyasını dəyişən, onlar sənə tərəf gəlməyə başlayır, başqasına gələ tərəf gəlməyə başlayır. Bu qədər gücün səfərbər eləyir ki, insanı aldatsın. Yəni, şər qüvvə nə qədər hərəsi bir tərəfdən insana hücum eləyər. Bunun ayələri də var öz yerində. Amma Ramazan ayında da bunların qüdrəti nə olub? Minimum həddə enib. Sən rahat da yolu getməyə. Maniyən yoxdur. Hərdən olur bir iş görmək istəyəni, hərə bir dənə yerdən işini inir. Dağıdır. Bir də var da, onlar hamısı yığışdırılıb, özvə qalıb. Tənbəl olmasın, iş apardıcısan. Ramazan ayında bu fürsət var, mənim qardaşlarım. İnsan Allaha yaxınlaşır münacatla. Ələl-xüsus Ramazan ayının gecələrinin münacatı, vaxt ayırın. İnsan Allaha yaxınlaşanda Allah onun danışan dili olur. Allah onun danışan dili olur. Allah onun görən gözü olur, eşidən qulağı olur. Əksinə insan uzaqlaşa da bilər Allahdan. Uzaqlaşa da bilər Allahdan. Yaxınlaşmağın yolu münacat. Yaxşı. Uzaqlaşmaq nə zaman baş verir? Hədisdə var, əl-qasiyul qəlb minni bəid. Qəlbi qəsavət bağlayan məndən uzaqdır. Qəsavətin qədər uzaqlaşmısan. Qəsavət nədir? Qəsavətin də əlamətləri var da. Qəsavət deyirlər qəlbin daşlaşması. Yaxşı. Qəlbin nəyi? Daşlaşması. Mərhəmət hissinin ölməsi. İnsan kobud və qaba insana çevrilir. Biraz da çaq. Qəsavət hədisdə var, qəlbin, daha doğrusu qeyd olunub, buyururlar əxlaq ustadları, qəlbin zülməti, qaranlığı. Qəsavətdə bir xüsusiyyət var ki, qəlb get-gedə o dərk etməsini də itirir. Allah insanın vücudunu elə yaradıb ki, haqq nədir onu bilir, batil nədir onu bilir. Amma bir həddən sonra insan qəlbi o qədər tənəzzül eləməyə başlayır ki, düz nədir onu bilmir, səhv nədir onu bilmir. Və yaxud ibadətə, Allah qəlbi elə yaradıb ki, ibadətə qarşı məhəbbət var, günaha qarşı nifrət var. Bir müddətdən sonra qəlbin qəsavəti insanın qəlbini o hala salır ki, ibadətdən nə xoşun gəlir, günahdan nə acığın gəlir. Əksinə, ibadətdən get-gedə acığı gəlir, günahdan ləzzət almağa başlayır. Bu qəlbin qəsavətinin amilləridir, işartılarıdır və pik həddi də budur ki, gəlir axırda qəsavət insan qəlbini öldürür. Bütün mərhəmət hissi ölməyə başlayır. Məzlumun səsi onu heç bir damcı da olsun tərpətmir. Hədisdə var ki, bu qəsavət insanı Allahdan uzaqlaşdırır. İnsan Allahdan uzaqlaşdıqca şeytana yaxınlaşır. Bu prosesdə artıq şeytanın danışan dilidir. Şeytanın görən gözüdür. Şeytan eşidən qulağıdır. Hər şeyi pis yerdir, pis eşidir. Nə mənada? Bir söz dillədi, 100% mənə ilişdi. Bir dənə hadisə görür, o saat o hadisəni pis yorozmağa başlayır. Hara baxır, oradan naümidlik onu naümid şəkildə, pessimist halda təhlil eləməyə başlayır. Bütün həyatı belə. Bir müddət sonra insan oradan uzaqlaşanda buna yaxınlaşır. Belə deyil, neytral olsun, orta yolu yoxdur. Ya ora yaxınlaşırsan, ya bura yaxınlaşırsan. Qəsavət insanın qəlbini o qədər uzaqlaşdırır. Və böyük günahlardandır. Və böyük günahlara zəmindir qəsavət, müğayət olun. Deyilən, Musa Peyğəmbər bir nəfəri gördü, çox ürək ağrıdı ona. Gördü, çox böyük bəlalara duçar olub,
Amma hey Allahdan kömək istəyir. Musa da qıraqdan eşitdi, o Musanı görmədi. Ya gördüsə də bilmədi. Xülasə, hey yalvarır da Musa keçdi bunun yanından. Kəlimullahdır, getdi Allahla həm söhbət olmağa. Allahla danışdı. Danışandan sonra söhbət bitdi, bitəndə ayrılmaq istəyəndə dedi, ya Rəbbəl aləmin, sənə söz demək istəyirəm, dedi, buyur. Dedi, o bəndən ki var orada elə hey səni çağırır, yalvarır, kömək istəyir və vəziyyəti çox pisdir, amma elə Allah deyir, nədir vəziyyət, nə eləmək istəyirsən? Allahdan cavab gəldi Musa, onu dilini sakit saxlasın. O, istədiyində verməyəcəm. O, nə qədər yalvarsa ona kömək edəməyəcəm. Dedi, niyə? Dedi, onun 2 dənə xüsusiyyəti var. 2 xüsusiyyətinə görə. Musa, birini sənə deyərəm, birini sənə deməyəcəm. Get, özün söhbət elə, anlayacaqsan nə var, nə yox. Bəzi mövzuları nə eləməlisən? Özün baxmalısan, anlamalısan, başa düşməlisən. Lazımdır ki, hər şey sənə elə xırdalığı ilə, detalı ilə desinlər. Başa düşürsən. Özün bax, anla, nəticə çıxart. Musa, birini mən deyim, biri sən bax. Get, söhbət elə, anlayacaqsan ikinci xüsusiyyəti nədir. Dedi, ya Rəbbəl aləmin, o birinci xüsusiyyət nədir? Dedi, çox qəlbi daşlaşıb onun insanlara qarşı. Qəlbi qəsavət bağlayıb onun. Qəsavət bağlayıb onun. Kobud insandır. Bu kobudluq insanın sonunda qəlbini belə daşlaşdırır. Dedi ki, yaxşı, oldu. Və ayrıldı. Ayrılandan sonra gəldi, həmən şəxsdən görüşdü. Gördü, o dayanıb yenə də bir kənarda gəldi. Dedi, salamu aleykum, mən Musayam və Allahla danışmışam. Allaha sənin haqqında danışmışam. Allah da sənə bir cavab verib mənlə. Mən də gəlmişəm o sənə deməyə. Dedi ki, başa düşmədim, sən kimsən? Dedi ki, mən Musayam, Kəlimullaham, Allah elçisiyəm, Rəsulam, Peyğəmbərəm. Gəlmişəm sizin hidayətiniz üçün. Baxdım, dedi, Allahla bəşərin arasında heç kəs olmamalıdır. Heç bir vasitə olmamalıdır. Təkəbbür imkan vermədi. Ehtiyac yoxdur, özümü Allahla birbaşa danışıram. Lazım olsa Allah da mənə deyər, səni inirəm mən. Musa deyir, hə, öz-özünə deyir, qayıtdı ki, hə, indi bildim nədir o ikinci xüsusiyyət. O ki, Allah vəlisini təkəbbürlük edib, qəbul edə bilmir. Elə o anladım mən nə var, nə yox. Sənin ikinci xüsusiyyətin budur. Sənin ikinci xüsusiyyətin budur. Ona görə uzaq düşmüsən. Bəli, insanın qəlbi qəsavət bağlayanda Allahdan uzaq düşür. Mütləq qayda belədir. Mütləq qayda belədir. Və qəsavətin də amilləri var. Mən sizə kömək elədim. Gedin, özünüz araşdırın biraz. Mövzun münacatdır, oradan çox çıxmaq istəmirəm. Mən sizə bunu istəyirdim deyim ki, insanın ki, elə ki, qəlbi qəsavət bağladı, get-gedə Allahdan uzaqlaşır. Münacat insanı Allaha yaxınlaşdırır. Qəsavətin indi amillərini araşdıra bilərsiniz. Amillərindən birini sizə deyə bilərəm. Bir ikisini deyim sizə. Biri budur ki, la tuksirul kəlama bi qeyri zikrin. Boş-boş söhbətlərə baş qatmaq. Demirəm, günah sözlər danışmaq, günah fikirlər danışmaq, o öz yerində. Bu hədis deyir ki, otursun, boş söhbət eləsin, məna yoxdur, nəticə yoxdur. Və bu söhbət sənin get-gedə qəlbi və qəsavət bağlıdır. Qəsavətinə səbəb olacaq. Və innə kəssətəl kəlam bi qeyri zikrillah, Allahı xatırlatmayan kəlamlar, insanı Allaha yaxınlaşdırmayan məclislər, insanı Allahla ünsiyyətin bərpa eləməyən söhbətlər, insanın qəlbinin qəsavətinə səbəb olacaq. Bu biridir. Bu dəqiq belədir, biləsiniz. İkinci amil hədisdə var, ya Musa la tutəvvil fit dünya əmələk. Arzuların çoxluğu insanın qəlbinin qəsavətinə səbəb olar. O arzular ki, söhbət o arzulardan gəlir ki, yalnız dünya ilə bağlıdır. Bir dənə axirət arzusu yoxdur. İnsan gəlir işlərini, fikrini, zikrini ona yönəltsin. Bir dəfə bir nəfər gəldi, məsləhət istəyir. Deyirdi ki, bir iş qurmaq istəyirəm, siz nə deyirsiniz? Hə, xeyr, dua istəyirdi. Dedim, işi danış mənə, işin danışdı, bunu eləyəcəm. Axırda sualım bu oldu ona ki, mənim qardaşım, Allah bu işin arasındadır. Yəni, bu işin harasındadır ümumiyyətdə. Bu işin harasında sən Allaha yaxınlaşacaqsan. Gördün, dayandı baxdı. Demirəm, onun o heç fikri yox idi, ya var idi, o söhbətə də daxil olmuram. Sualdır da,
Bu işin harasındadır Allah. Mən bir yerə gedirəm, orada nə qədər yaxınlaşa bildim Rəbbimə. Söhbət bu deyil, bütün məclislərdə oturaq, elə hədis, ayə danışıq. O bir nəfər qəşəng söhbət edir, deyirdi ki, bir alimin fikri idi, oxumuşdum. Deyirdi, bəzi insanlar var, olan ticarətlərindən belə ibadət iyi gəlir. Bəzi insanlar var, olan ibadətlərindən dünya iyi gəlir. Namazı qılıb qutaran kimi alnın qoyur elə, hey dünya, bir dənə axirət yoxdur. Bir var dünya ki, insanı Allaha çatdırır, o dünya gözəl dünyadır. Bir var elə dayanmışsan o dünyada. Ramazan ayının duaları elə hey dünyası ilə bağlı. Quranda bir ayə var, bəzi də deyir, Rabbənə atina fid dünya. Dünyada ver mənə, hey belə deyir. Allah qınıyır bunu. Deyib belə dua elə, Rabbənə atina fid dünya həsənə və fil axirəti həsənə. Həm dünyamı ver, həm axirətimi ver. Dünyada da mənə həsənə ver, gözəllik ver. Yəni, nə gəldi istəmirəm mən. Bəli, bir arzular ki var, oturub günlərlə fikirləşir. Bəli, o arzular ki, sonu gedib tohidə bağlanmır, öz kamalı və xidmət eləmir. O arzular qəlbimi daşlaşdıracaq. Hətta bu qəsavət get-gedə qəlbi öldürər. Amma dirilmək üçün fürsət var. Əvə mən kənə məyyitən fəhiyyəynahu. Quran buyurur, bəzən qəlbi ölmüş diriltdik. Və cealnə ləhu nur. Onlara nur verdi. Yəmşi bihi finnas. O nur vasitəsilə insanlar arasında gezir. Deməli, ehya eləmək mümkündür. Ramazan ayında bir günü var ki, elə ona hesablanıb. Əhya gecəsi. Bilmirəm, əhya gecəsi necə tərcümə edirsiniz? Oyaq qalmaq gecəsi. Əhya gecəsi oyaq qalmaq gecəsidir. Əhya yəni dirilmək gecəsi. Oyaq qalırsan ki, diriləsən. Oyaq qalmırsan ki, elə oyaq qalasan. Oyaq qalmağın fəlsəfəsi elə özü deyil. Oyaq qalıram ki, oyaq qalım. Oyaq qalıram ki, dirilim. Əhya gecəsidir. İnsan ehya olur. Sanki Allah deyir, nəfəhdu fihi min ruhi demirdi. Sənə öz ruhumdan üfürdü. Bu mənada sanki Allah Teala ona bir ruh üfürür. Yəsəlunəkə ənir ruh. Ruh haqqında ayələr vardı. Bir ayə odur. Bir ayədə nədir? Həmən Qədr surəsində ayədir. Allah Teala nə deyir? Tənəzzəlul mələikətü və ruh. Ruh nazil olur. Bunu bəzi alimlər belə izah verir. Ruh nə mənada? Yəni, sənin o mənəvi cəhətdən ki, əgər ölmüşdünsə, o ruhu nazil edir ki, sənə bir yeni ruh verir ki, dirildək səni. Ya məsələn, diridilərsə, daha da yüksək zirvələrə yetişsinlər, o həyatın daha pik hədlərinə gəlib çatsınlar. Həyatın da dərəcələri var. Hamı eyni dərəcədə həy deyil, hələ bir cür həydir, diridir. Dərəcələri var onun. Yes, Allah Teala deyir, tənəzzəlül mələikətü və ruhu, ruhumu, o ruhu nazil etdim. Yəni, Qədir gecəsi sənə ehya eləmək istəyirəm. Ehyanın da bir yolu Qədir gecəsi, ələl-xüsusindən başlayıram sizə tapşırmağa, münacatlarınız. Və cəm o oxuduğumuz o münacatlar, bikə ya Allah. Və sonra da bir çəkinin bir güşəyə özünüz və Allahınız danışın. Danışın ki, o münacat sizi Allaha yaxınlaşdırsın. Ramazandan minimum həddə çıxmayaq, maksimum həddə çıxaq. İlk öncə özümə də tövsiyəm, daha sonra sizlərədir. Xülasə, bugünkü söhbətimi yığıram bir yerə, münacat insana nə bəxş edir? Sibqət Allah, Allah rəngi. Allah rənginin xüsusiyyəti nədir? Daha Allah sənin danışan dilində, görən gözündə, eşidən qulağında. Yəni, dilindən daha hikmət süzülməyə başlayır. Ramazan ayında gətirdiyi, əlaqələndirdiyi bu mövzu ilə. Mirasu som, əl-hikmə, orucun mirası, bizə nə bəxş edir oruc? Hikmət bəxş edir. Hikmət yəni Allah kəlamı. Yəni söz da sənin sözün deyil, onun sözüdür. Bunların bir-birinə əlaqəsi var. Ramazan ayı məni ehya eləyir. Mən dirilirəm. Allah inşallah bu münacatlar əllərimizdən almasın. Velhamdülillah Rabbil aləmin. Allahümme inna nəsəlükə və nəduk. Bismikəl əzizil əzəm, əl-əcəl-əl əkrəm. Sana and verirəm izzət və cəlalı və kərəmi və rəhmət və ya Rəbbəl aləm. Bu əllər ki, sən dərgahıva qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zuhurun təcil elə. Allah bağışlamamış bizi bu aydan çıxartma. İlahi Ramazan ayının gecə ibadətlərindən bizləri məhrum eləmə. İlahi Ramazan ayının münacatlarından bizləri məhrum eləmə. İlahi bizi əhl-i beytündən və Quranından ayrı salma. Allah o kəslər ki, dua istəyib o qardaşlarımın, bazılarımın dualarını qəbul elə. Ekran qarşısında əyləşənlər var, ya Rəbbəl aləmi, onlar da sənin dərgahı və əllərin qaldırıblar. Onların dualarını onlardan qəbul elə.
İlahi və Rəbbim xəstələrimizə tezdən şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül onların müşküllərini tezdən həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. İlahi şəhidlərimizi Kərbəla şəhidlərinə məhşur elə. Şəhidlərimizin ailələri, övladları, yaxınları, anaları, ataları qəlblərinə huzur və aramlıq nazil elə inşallah. Elhamdülillah Rabbil alemin.